Ramazanda başımın şaq olanı yad eləyin. Bu əməllə yaralı Fatiməni şad eləyin. O əli idi Ramazanda başımın şaq oldu. Münşaq o parçalandı da gitsin. O əli idi Ramazanda başımın şaq oldu. O mübarək üzünə, gözlərinə qan doldu. Baxmadı düşməninin şəmşirinin zərbəsinə. Qoydu öz alnını mehrabda şükür səcdəsinə. Canım sənə qurban ağa. Ravi nəql eylir ağa, səcdədə çox zikr elədi. Yerləri, göyləri yandırmalı bir şükür elədi. Nə dedi? Dedi, günəşin doğduğu vaxtında batan tək soldum. And ola Kəbənin Allahına rahat oldum. Gözəl Allah səcdədə danışır, münacət edir Allah. Deyir, gün çıxırdı, sübh namazı idi da. Amma mən günəşin doğan vaxtı soldurdular. Deyir, gözəl Allah, mənə zülm eylədi ümmət o qədər. Mən də səbr eyləmişəm, gəlməsin İslama xətər. Səbrimin qurbanı əvvəldə xanım Zəhradır. O öləndən sonra dünya mənə vaveyladır. Hansı gün ki o xanımla qəbrə düşmüşdün? Allah'a deyir. Elə özün şahidsən ki, hansı gün ki o xanımla qəbrə düşmüşdüm, and ola Fatimiyə, mən də o gün ölmüşdüm. Sadəcə ömür veribsən mənə, yaşayıram da, amma artıq yaralı şiiri oğullar gətirir bəstərinə. Bir təbib dəvət edirlər ağanın məhzərinə. Təbibə oldu sual, çoxmu çəkər ağrı əzab? Həsənin gözlərinə baxdı təbib, verdi cavab. Gördü ağlayım məsələn, baxdı, nə desin buna? Verdi cavab. Dedi, xəncərdə olub zəhr, keçibdir qanına. Arada süd verin içsin, gələ taqət canına. Nə kömək vardı təbabətdə onu etdi təbib. Bağlayıb yarələrin izni alıb, getdi təbib. Bu xəbər tutdu bütün şəhri qısa müddətdə. Axşıb gəldi cəmaət hərə bir niyyətdə. Gördülər dəstə yetimlər düzülüb məcraya. Hərə bir qabla gəlib, süd gətirib Mövlaya. Göz gərəkdir ki, görə mənzərənin surətini. Görməsə, dərk edə bilməz bu işin hikmətini. Mənzərə cəzb elədi çox adamın diqqətini. Bir yetim açdı İmam-ı Həsənə illətini. İmam Həsən çıxmışdı cəmaatın qabağına, gördü bir dəstə dayanıb. Gəldi, bunlarla həm söhbət oldu. Daxı, niyə gəlibsiz? Uşaq açdı sirri. Sən bir yax dedin, gör o yetim nə deyir? O yetim uşaq nə deyir? Dedi, bilməm kimisiz, süz yaralı aslanın. Hələ tanımır oğludur. Amma baxır ki, ağalıq var da bunda da. Dedi, bilməm kimisiz, süz yaralı aslanın. İzni ver söz, öpərük əllərini o insanın. Yəni evə bıraxsız, gedib öpər yon əllərini. Ona insan demərəm, çünki mələkdən pakdır. Həm cismən, həm ruhən, hər ürəkdən pakdır. Yığalar bir yerə insanlarını dünyanın ağa. Yığalar bir yerə insanlarını dünyanın, verə bilməz əvəzin kimsə bizə Mövlanın. Gör nə deyir indi? Süd gətirdik ağaya, bəlkə bu dərman olsun. Bizə əvvəlki kimi hər gecə mehman olsun. Deyir, ağa, bir çətin gündə, yaman gündə bizə atmazdı. Bizə ehsan gətirərdi gecələri, yatmazdı. Biz yiyərdik, sevinərdik, o baxıb ağlardı. Bizi vallah balasından da gözəl saxlardı.
Bir ağa uzadardı anamız tək bizi öz dizlərinə. Yuxu gəldikdə baxardıq o gözəl gözlərinə. Bir ağacan tək görərdik gözünü, çünki üzüm bağlardı. Gül ruxsarını hər vaxt nihan saxlardı. Öz libasın yamıyardı, təzəsini almazdı. Bizi görsəydi yamaqda o rahat qalmazdı. Uzadardı necə zəhmətli iş olsaydı əlin, çalışardı bizə alsın libasın ən gözəl. Bizi hər yerdə görərdi, yanına səslərdi. Anamızdan, atamızdan bizi çox istərdi. Bir ağa, gah tutardıq dizini, gönədir şah, gah tutardıq dizini, gah da çıxardıq belinə. Gah yıxardıq yerə, gah ip dolayardıq əlinə. Güləşərdik, gülüşərdik, yıxılardıq bahəm. Bu nəfəs təngə gələrdi, yorulardıq möhkəm. O yorulmazdı, bizi daim əzizlərdi ağa. Bulaşan paltarımız olsa təmizlərdi ağa. Yox müsəlman, yox müsəlman yetimi ilə belə rəftar eləsin. Səy edərdi elə peyğəmbərə oxşar eləsin. Bu qədər salih əməl insan özün pislərdi. Ağlıya ağlıya ya Rəbbi deyib səslərdi. Saqqalından yapışıb eylərdi istixbar. Elə ağlardı günahı güya bir dünya var. Odur dəryayı vəfa, rukni şəriyyət ağacan. Odur sultanı kərəm kanı səxavət ağacan. Deyir ağa, biz sən niyə gəlmişik bura? Qorxumuz var. Ağa deyir, nədən qorxursunuz? Deyir, qorxumuz var, başımız üstə olan saya gedər. Aralıqdan yetim haqqında gələn aya gedər. Deyir, biz qorxuruq ki, bu insan öləndən sonra o aya, o bir qırağa. Qorxumuz var, başımız üstə olan saya gedər. Aralıqdan yetim haqqında gələn aya gedər. Şimdi mən özümüzə deyirəm, cəmaatımıza, möminlərə deyirəm, indi siz harda yetim varsa ziyarət eləyin. Mürtəza məktəbinə eşq ilə xidmət eləyin. Açmayın süfrəvizi zənginə imkanlılara. Verin öz ruzuvuzu az yaşayan canlılara. Şəhid övladları başsız qalıb. Ağuşə çəkin. Ahirət yurduna Allah bəyənən tuşə çəkin. Bax, niyə? Bir tox olan ət də yiyəndə yiyəcək minnətlə. Duz çörək versin ac insana, yer ləzzətlə. Hansı gün ki yetimin göz yaşı ruxsara düşər, mömin olsaz o gecə qəlbimizə yarə düşər. Xəstələr çoxdur, yetiş dərdinə dərman eylə. Sənə ehsan olunandan ona ehsan eylə. Elə insanlığa xidmətləri insan sənəcər. Kəpənəkdən nahaq öldürmə, müsəlman sənəcər. Elşən istər ki, bu dünyada ədalət yaşasın. Mehribanlıqda, səadətdə cəmaət yaşasın. Mehribanlıqda, səadətdə cəmaət yaşasın.